Salam hər kəsə. Çoxdan da heç nə çəkmirəm. Dedim, biraz sizin üçün alış-veriş videosu çəkim. Bunu yəqin ki, vloqa falan əlavə eləyərəm. Bir-iki şey almışam, onları göstərəcəm sizə. Düzü bilmirəm, bunu əlavə eləyəcəm yoxsa yox. Son zamanlar çox da belə həvəsim olmur bir şey paylaşmağa. Çünki baxışlar az gəlir falan, ona görə çox da həvəsim yoxdur açığı. Nəysə, dedim bunu çəkim. Belə bir qolbaq almışam, baxın. Çox qəşəngdir. Düşündüm ki, yay tətilində falan qəşəng olar. Bunu 10 euroya almışam. Daha sonra Action'a getmişdim. Belə bir self tanning application set almışam. Düzü buna çox da bilmirəm nə dərəcədə ehtiyacım var idi. Bu məsələn bilmirəm, mən bunu yəqin ki, heç vaxt istifadə eləməyəcəm. Kürək hissəsinə çəkmək üçündür. Mən əsas bu kist üçün aldım bu seti. Çünki bədənə həm bu bronzing kremlər olur, parıltılı, onu çəkmək üçün. Bir də maksimum yəqin ki, bunu istifadə edərəm. Bunu çox güman ki, istifadə eləməyəcəm. Sadəcə qiyməti çox uyğun idi. Düşündüm ki, elə bir fırça qiymətlidir. Ona görə aldım. Bütün bu setə 2 euro vermişəm. Haradadır bunun qiyməti? Hə, 1.99. Yes. 1.99 səhv etmirəmsə. 1.79. 2 euro da yox. Sonra Oy, qabından çıxdı. Mən oradan belə bir krem alıram. Deyəsən daha öncə göstərmişdim. Nəmləndirici kremdir. Bunu çox bəyənirəm. Belə tərkibi naturaldır. Üzlərimə falan düşür. Hətta Salih də istifadə edir. Ona görə aldım. Daha sonra Action'da kağız maskalar çox qəşəng olur. Sanki məndə heç kağız maska yoxmuş kimi 4 ədəd kağız maska almışam əzizlərim. Yaponiyadan aldıqlarım hələ də bitməyib. Düzü istifadə edirəm. Bir dənə də Collagen TK Max'dan belə 50-dən 50, 100-dən 50 belə bir maska almışam. Onu da istifadə edirəm. Düzü düşündüyümdən daha çox istifadə edirəm kağız maskanı. Həftədə 2-3 dəfə istifadə etməyə çalışıram. Çünki çoxdur, bitsin. Bunları əslində niyə almışam? Səyahətə falan gedəndə belə bir dəfəlik olanları aparmaq daha yaxşıdır. Bundan daha öncə almışdım. Bakıya rəfiqələrimə falan, anama, qaynanama falan da almışdım. Belə iki formada çox qəşəngdir. Üzdə şəffaflaşır. Bundan aldım. Daha sonra isə bunları gördüm. Hamısı Koreya istehsalıdır. Və dəyərləndirmələri çox qəşəngdir. Açığı məndə orada bir 4-5 dənə də əlavə kağız maska olmalıdır. Nəysə. Sonra isə belə bir əl salfetkası almışam. Və belə bir çox maraqlı bir məhsul. Deo Vibes. Bu qol altlarını belə deyim silmək üçün belə bir nəm salfetkadır. Təcili əgər belə deyim də yumağa falan çatmırsınızsa, ona görə yoxlayacağam, baxacağam, görüm necə bir şeydir. Sonra isə Rozmana girdim. Dedim mən Action'da biraz az pul xərclədim. Girim, axırıncı pullarımı da Rozmanda qoyum. Nəysə. Oradan da bir iki şey almışam. Belə bir sprey almışam. Bu, yəni tərkibi 100'dür. Bildiyiniz sudur. Gəlin vuraq baxaq. Oo, çox gözəldir. Sonra isə belə Plex yağ almışam Isana'nın. Bunları almağımın səbəbi, çox gözəlliyi var. Bunları almağımın xüsusi bir səbəbi var əslində. Bu kağız maskalarım, sonra bu. Bizim gələn həftə düz bir həftə sonra səyahətimiz var. Çox random belə deyim. Planlanan bir səyahət oldu. Yəqin ki, həyatımda bu qədər random hər hansı bir səyahəti planlamamışıq. Keçən həftə belə deyim planlamışıq və bu həftə gedirik. Ona görə bir iki şey almışam. Bunu əslində günlük istifadə üçün almışam. Isana'nın belə bir üz yuma gelidir. Sisa və BH-PH tərkibli. Bunu Yuka'dan maraqlandım. Hətta ChatGPT-yə yazdım, soruşdum. Yuka'ya inanmadım. Tərkibi 90 ya 100 göstərdi. Cloud daha doğrusu. Cloud yazdı ki, üzü belə deyim səhər yumaq üçün çox yaxşıdır filan. Mən də əslində axşam onsuz da akneye qarşı olan nəyinəsə yuyurdum. Səhər daha yüngül bir şey istirdim. Ona görə bunu aldım. Və travel size belə bir muz almışam, saç köpüyü. Düşünürəm ki, belə də səyahətdə dəniz filan temalı olacaq deyə saçımı çox güman ki, ukladka filan eləməyi düşünmürəm. Nəysə, belə. Bir də Rozmandan belə bir qam almışam. Bu təbii tərkiblidir. Bunu göstərmədim. Waterproof belə bir maskara almışam. Açığı waterproof məndə Lancome var. Sadəcə olaraq dəniz tətilində onu waste eləmək istəmirəm. Düşündüm ki, Essence çəkərəm dənizə falan gedəndə. Düzü o çox qəşəngdir, çox waterproof olaraq. Yəni mən onu yağla üzümü yuyuram, yenə də getmir. Bunu da yoxlayarıq. Onsuz da digər aldığım Essence maskara bitmişdi. Nəysə, bunlar isə çox da maraqlı deyil. Duş üçün kireç təmizləyici sprey almışam və gigiyenik ev üçün belə bir salfet. Nəysə. Əslində başqa aldığım belə deyim məhsullar da var.
Bilmirəm onları da göstərim yoxsa yox. Onları bugün almamışam, amma hamısını açdım. Dediyim kimi çox da belə həvəsim yox idi video çəkməyə. Bugün niyəsə elə bir həvəsim yarandı və çəkdim. Bir neçə krem falan almışam, səhv eləmirəmsə. İstəyirsə onları da göstərim daha söhbət açılmışkən. Gəldim. Nəysə, burada işıq çox da qəşəng deyil. Sadəcə, nə bilim, oturdum da. Belə bir serum almışam. Bu qutuda alıram. Tərkibi səhv etmirəmsə niatinamid və gyaluron olmalıdır. Üzü qəşəng nəmləndirir. Cell Protection gedir. Cell Protect Serum. Çox qəşəngdir. Bunu da əslində Action-dan almışam. Bunda tərkibi %100 təbii çıxmışdı. Daha sonra isə bunların qutularını hamısı atmışam çünki artıq istifadə edirəm. Belə bir C vitamini almışam. Bunu TK Maxx-dan almışam. 3 gün falan da istifadə edirəm. Yaxşıdır. Və bunu da TK Maxx-dan almışam. Multipeptid serum. Bir ədəd idi. Çox mənə maraqlı gəldi. Qırışlara qarşı lifting effekti verən bir məhsul olduğu deyilir və girdim baxdım ki, əslində bu çox bahalı bir məhsuldur. Necəsə bu 12 evroya idi 30 ml. 12 ya 19 nəsə belə bir şeydi. Dedim alım. Bir ədəd idi. Dedim alım yoxlayım. Sonra isə belə bir SPF almışam. Dediyim kimi tətilə hazırlaşıram. Centella'nın bu Madagaskar Centella'nın çox təriflənən yağlı və səpkiyə meyilli üzlər üçün ideal olduğu deyilən belə bir SPF-ni almışam. Çünki keçən dəfə yay tətilini özüm çəkmişdi. Bu dəfə bütün belə deyim tədbirləri görərək tətilə getmək istəyirəm. Düzdür, yenə günəş yağım eynidir. Əgər bu dəfə də özüm səpsə 100% Eda Taşpınardan olduğuna əmin olacağam. Yəni 100%. Nəysə, sonra isə Dr. Alba'nın belə Alba'da Double Serum All-in-One Multi-Balm White Truffle, Collagen, Vitamin C, Whitening and Anti-Wrinkle. Gördüyünüz kimi anti-wrinkle belə deyim, qırışlara qarşı olan serumlara kafayı takmış durumdayam. Bu da belə bir balmdır. Görürsünüz necə də ortası. Bunun əslində çox məqsədli balm gedir. Bunu da görmüşdüm TikTokda falan. Nəysə SPF alanı qabağıma çıxdı. Deyim alım yoxluyum. Hələ ki heç nə deyə bilmərəm. Çünki sadəcə bugün istifadə eləmişəm. Bugün açdım elə əslində onu. Görək nəyə xeyri var, nəyə faydası var, bilmirəm açığı. Sizə də məlumat verərəm. Nəysə, belə. Məncə başqa heç nə almamışam. Almışam əslində. Gəlin bunu da göstərirəm. Belə bir kosmetika qabı almışam. Buna baxın, nə cute-dur. Çox cute. Əslində kosmetikamı dəyişmək istəyirdim. Yəni travel məqsədli olan. İçindən belə bir qablar da çıxır. Bunu 11 evroya almışdım Primark'dan. Buna baxın, çox qəşəngdir. Hətta düşünürəm ki, mən bu dəfə gedəndə kosmetikalarımı burada qoya bilərəm. İnşallah ki, yerləşər. Bura isə bijuteriyalarımı belə deyim də qoymağı düşünürəm. Çünki həm şəffaf olmağı xoşuma gəlir, hər tərəfdən görsənir. Həm də çox cute-dur. Belə açılmağı da xoşuma gəlir açığı. Çünki rahat hər şeyi götürə bilirsən. Belə deyim, üçlü set aldım. Bir də çox qəşəng papaq almışam. Onu da tətil üçün. Mən bildiyiniz tətil alışveriş edirəm. Xəbərim yoxdur ki. Paltar falan heç nə almamışam. Çünki məndə olan paltarlarla əzizim bütün ili tətil eləyə bilərik. Yəni bütün ili dayanmadan tətil eləsək, məndəki olan paltarları ancaq geyinib bitirə bilərəm. Yəni mənim elə paltarlarım var ki, mən onu keçən yay geyməyə çatdırmamışam. Ondan əvvəlki yayda geyməyə çatdırmamışam. Hətta buna baxmayaraq ki, biz yəni Baliyə getdik həftəlik, 10 günlük Marmaris'ə getdim. Yəni hələ məndə burada olanın yarısı qədər də Bakıda var. Onları da hər dəfə deyirəm ki, hansılarsa gətirəcəm. Çamadanım dolu olur, gətirə bilmirəm. Qış endirimlərindən kifayət qədər gözəl paltarlar almışam. Həm paltar baxımından, bəziləri hətta yadımdan çıxmışdı. Keçən biraz şifanyeri, qış paltarları, yay paltarları YBR eləyəndə qarışdırdım. Gördüm, məndə bu var, o var filan. Nəysə, düzdür balaca çamadanla gedəcəyik 10 kiloluq, amma ki, okeydir məncə. Əsas ən çox yeri baxım şeyləri məndə tutur, düzüm. Onları da minimum bir dəfə aparmağa çalışacağam, inşallah. Görək. Çamadanımı yığanda çəkərəmmi? Çox uzun olacaq, lazım deyil. Ondansa nəysə artıq həmin səyahətə getdiyimiz gün çəkməyə başlayaram. Orada artıq gətirdiyim şeyləri falan göstərərəm, yoxsa video çox uzanır. Yəqin ki, səyahətdən sizin üçün vlog çəkəcəm. Çox sağ olun. İnşallah baxarsınız, like eləyərsiniz. Nəysə gedim mən dolma bükməliyəm, əziz izləyicilər. Gedim dolmamı büküm, sonra görüşərik. Hələlik. Eventually. One eternity later. Salam dostlar. Biz Brandenburg aeroportundayıq. Yunanistana gedirik Bit adasına. Security check'dən keçdik. İndi gedirik pasport kontrola. Oradan sonra da hələ ki qeytlərimiz açılmayıb. Yaxşı gəldik tez çatdıq vaxtında. Axırıncı dəfə Edinburghdan sonra.
gözümüz biraz qorxub. Çalışıram sizin üçün də videolar çəkim. Ümid edirəm maraqlı olar. Gəlin sizə də outfitimi göstərim. Bilmirəm nə qədər düşdü, xeyli arxaya getdim. İndi qeytin açılmağını gözləyirik. Uçuşumuz günortadır. Ən sevdiyim şeylərdən biridir günorta uçmaq ya da axşam tərəfi. Çünki çox tezdən olanda nə normal yatmaq olur, tez qaça-qaça hazırlaşırsan, o şey sevmirəm. Çox rahat məsələn çıxdıq, hazırlaşdıq, elədik. Dediyim kimi Yunanistana gedirik, yay tətili, günəş, dəniz, ən sevdiyim. Bir də mən fikir verdim ki, mən səyahətə hazırlaşma prosesində çox sevirəm. Nə bilim, o gözləmə anı ki, sabah məsələn gedəcəm filan, o şeylər çox xoşuma gəlir. Bilmirəm, ən az səyahət qədər o səyahətə hazırlaşma hissəsini sevirəm. Ümid edirəm ki, səyahətimiz çox qəşəng keçər. Sizin üçün də gözəl kadrlar çəkirəm. Gedəcəm indi sandviçimi yeyəcəm. Kritdə görüşərik. Ümid edirəm, biraz qaralaram. Tətil bir həftəlikdir. Daha çox belə dəniz, pasif istirahət tipli olacaq. Ona görə də qaralmağı ümid edirəm. İndiki rəngimlə tətildən sonraki rəngimi müqayisə edəyəm. Hours later. Biz gəldik, çatdıq. İndi gedirik rentekar götürməyə, oradan otelə gedəcəyik. Əslində otel aeroporta çox yaxındır, 10 dəqiqəlik məsafədir. Amma ümumiyyətlə Kritdə gəzmək üçün maşın lazımdır, çünki beachlər araldadır. İndi gedirik maşını götürməyə, sonra isə otelə. Mikro mini maşınımız. Gedirik otelə. Maşınımız mexanikadır. Salih çoxdan mexanika sürməyib. Tam 10 il. Çox gözəl gün batımı var. Bizim otağımızda sea view olmalıdır. Hələ ki otağa girə bilməmişik. Aşağı gözləyirik. Çox qəşəng sakitçilikdir. Bir də ki havası çox xoşuma gəldi ki, nəmişlik deyil. Qəribə şəkildə belə qəşəng havası var. İndi otağa girək, oranda çəkərəm sizin üçün. Wow, nə qəşəngdir. Bizim gözəl otağımız. Bizə bura şərab da qoyublar. Və belə sea view'umuz var. Yüngülvari. Qəşəngdir. Buradan da bir su var. Buradan da belə balkon. Və gəldiniz gün batımı. Çox qəşəngdir. Belə nəsə başqa içki də qoyublar bizə. Bu nədir bilmirəm. Sonra burada belə balaca kuxnası var. Kofe aparatı var. Balaca tok plitəsi var. Rakovina filan, əla. Salih oradan sunseti çəkir. Çox səliqəlidir. Çox qəşəngdir balkon. Əladır. Gəlin sizə oteli göstəreyim. Bura kiməsə evidir. Bina budur. Ups.
Bizim elə bir otağımız oradakı balkondur. Ən qıraqdakı bizim balkondur. Çox qəşəngdir, otaq tərtəmizdir, əladır. İndi gedirik axşam yeməyinə. Çox acıq. Bir də nəsə yeyək. Antrikot. Biz gəldik restorana, biraz səsküydü. Dəhşət insan var. Qəşəng yerdir. Bu elə bir ki, taverna, Yunanların tavernasıdır. Bunu deyirəm, səsim eşidilir. Baxın, belə. Mən bu balığı istəyirəm. Baxın, Salih tənə yarpağı sifariş edib məzə olaraq. Burada var idi məzəm. Bu nə idi? Görək necədir dadları. Maraqlıdır. Burada da var. Balık nədir? Balık ola bilər belə. Ətini blend ediblər də ətini. The next day. Salam dostlar, sabahınız xeyir. Biz durmuşuq. İndi birazdan hazırlaşıb çimərliyə gedəcəyik. Hava qəşəngdir, dəniz sakitdir. Samolyotların səsinə durmuşuq. Otelimiz aeroporta yaxındır. Samolyotlar keçir. Axırıncı dəfə İstanbulda olanda belə bir şeylə qarşılaşmışdım. İş yoldaşımla getmişdik və ev İstanbul aeroportuna yaxındır. Köhnə Atatürk aeroportuna. Səhər, yəni nə qədər samolyot keçirdi. Burada da bir 3 dənə samolyot falan keçdi, amma isə yaxşı oldu, bizi durğuzdu. Çünki üzüm gözüm çox şişib, çox yorğunluydum. İndi kofe düzəltmişəm özümə, kofe içəcəyik və səhər yeməyini özümüz hazırlayacağıq. Burada hər şey var və belə deyim, villa tipli ev olduğu üçün səhər yeməyi əslində istəsə əlavə edə bilərdilər, amma seçim xoşumuza gəlmədi. Ona görə dedik özümüz hazırlayaq və daha sonra gedək çimərliyə. Belə. Bunu dünən bizə restoranda verdilər. Onların özəl belə zeytun yağlarıdır, dadlıdır. Ümumiyyətlə çox belə qonaqpərvər idilər. Bizə sonda şirniyyat falan da verdilər, oraları çəkməmişəm. Bu arada mən özümü avtozaqara eləmişəm dünən. Deyəsən normaldan biraz çox vurmuşam. Biraz pətnicaya oxşamışam üzüm. Bugün ümid edirəm bədənim biraz qaralar özümlə eyniləşər. Dünən əslində nə qədər yudum falan, imенно bu hissəsi biraz qara qalıb, biraz gülməli görsənir. Hələ dünənləri gələndə baxıram ki, başımın burasından belə ağ qan qalıb. Bir də bu hissələrim ağ qalıb. Hər yerim qaradır, çox gülməli görsənirdi. Yaxşı ki, axşam idi. Onu buralara belə çox az vurdum. Yaxşı ki, biraz özümdən gətirdim, son anda qoydum. O avtozaqarı üzü üçün olanı. Biraz vurdum ki, heç olmasa eyniləşsin. Okey, pis görsəniz də, hamısı pis görsəniz də. Nəysə belə, indi kofe içeyim. Hazırlaşım çıxandan sonra çəkərəm sizin üçün də outfitimi. See you. Salih belə zavtrak hazırlayıb bizə. Bunu da dünən marketdən almışdıq. Şirniyyatdır. Bu da mənim kofem. Əslində geyindim, hazırlaşdım demək olar. Hazıram. Duranda tam göstərərəm. Belə bir sepim var, mərcan. Bu heç bunu özüm düzəltmişdim. Qapçıqdan. Bunu bu yaxınlarda flea marketdən almışam. Taxdım bugün. Qırmızı bikini giymişəm. Ona görə. Biraz üzüm make-up elədim. Sanki biraz toparladım. Üzüm gözüm çox şişmişdi. İndi biraz yatdım. Əslində çox yorğun değildim dünən. Sadəcə nə bilim, ola bilir belə şeylər. Gec yatmışdım məncə ona görə. Çox qəşəng sakitdir bura. Yanımızda plaj var. Düz yaxınlıqda. Bugün qəşəng plajlardan birinə gedəcəyik. Gedək oradan da çəkərəm sizə. Çıxanda outfitimi göstərərəm. Gedim yemək yiyim. Hazıram. Bir dənə dodaq boyama vuracağım indi. Dedim kameranı açım. Bir də gətirdiyim çox az makyaj
məhsulları var əslində. Bu balaca bir çantadır, çox da böyük deyil. Buradan biraz böyük görsənir. Çünki böyüyünə üz baxım və bədən saç baxımları yığmışam. Bu yaxınlarda ben almışdım. Suya davamlıdır. Bu ənimi gətirdim ki, bitireyim. Tonal krem hər ehtimal bunu götürmüşəm, amma rəngimə açıq olacaq. Bir də belə bir Essence-in bronz dropu var, bir üstünləşdirmək üçün. Bronzer gətirmişəm. Çünki belə deyim də rəngim biraz tündləşər deyə. Bir də belə bir Sempaletin sadəcə qapağı qırılıb. Essence-in əslində məhsulları çox gözəldir. Sadəcə qalıqlaşdırmaları normalda keyfiyyətsiz olur. Qiymətə təsir edən şeylər. Bir də belə balaca farlar gətirmişəm. Belə bundan ibarətdir çantam. Bir də bundan Rodriguez parfümümü gətirmişəm. Balaca olduğu üçün həm də yayda onu istifadə etməyi sevirəm. Dodaq boyasını çəkirdim. Məsələn, bu da Essence-dir. Qalıcılığı yaxşıdır. Keçən almışdım elə Marmarisə getməmişdən qalaq. Bu da tintdir. Qalıcılığı yaxşıdır. Ona görə bunu götürürəm. Daha doğrusu plaja gedəndə bunu vururam. Artıq indi çıxacaq birazdan. Görək hansı plaja gedirik. İkisindən arasında qalmışıq. İkisindən birinə gedəcəyim. Gəlin sizə plaj çantamı göstəreyim. Plaj çantam budur. Həmişə bunu aparıram. Belə deyim, çimərli şeyləri aparmaq üçün qabım var. Belə bir sprey almışam. Mən göstərmişdim yoxsa yox. Sudur bildiyiniz. Çox qəşəng hiss elətdirir. Sonra bu keçən il aldığım mənə düşməyən Havayının qabını saxlamışdım. İçinə eda taşpınar doldurmuşam. Sonra belə bir SPF-imiz var. Bunu Balidən almışdıq. Bunu da gətirmişəm. Və dodaq boyası, salfetka. Sonra diğer bunları götürürəm. Daha sonra belə bir Decathlon'dan çimərli paltarlarını yaş-yaş qoymaq üçün belə bir şey var. Burada Decathlon'dan olan dəsmalım var. Böyüyünü almışdım, hatırlayırsınızsa Baliyə gedəndə. Sonra çimərli ayaqqabıları, burada çimərliklər daşlıdır. Bir də snorkeling eynəyim. Bunu da Marmaris'e gedəndə almışdım. Götürdüm özümdən. Kindle'ım. Belə. Hamısı bunlardır. Bunları götürəcəm. Gəlin sizə outfitimi göstəreyim. Biraz təhlükəli yerə qoymuşam sizi. Biz çıxdıq, gedirik. Burada çox yaxında bir dənə plaj var. Adı nədir? Şeytan? Manastıra gidelim. Birinci manastıra gedirik, sonra gedəcəyik plaja. Otelimizə yaxın yerləri bugün gəzirik, sabahsa başqa yerlərə gedəcəyik. Açdın? Oy. Burada mağara var idi ya hardasa. Buradaydı da mağara. Deyəsən bu döngədədir. Oyda, bura baxın mağaraya. Biz çatdıq manastıra. İndi gedirik içini gəzməyə. Maraqlı görsənir belə qəribə Game of Thrones sesar oxşuyur. Lannisterların şəhərinə, kilsəsinə. Bunlara baxın, burada belə pişiklər var. Pişiklər. Salam. Çox qəşəngdir bura. Mənə Sevilla'dakı Alcazar'ı xatırlatdı. Belə içərisi falan düzdür, o boyda böyük deyil, amma ümumi atmosferi ona oxşuyur.
moments later. Continue for 1 kilometer. Biz marketə girmədik. Yadımızdan çıxdı. Ona görə indi gəlmişik şey almağa, soyuq. Plaja getməmiş. Həm də yol üstü yox idi. Bu nə qəribə dağlardır. Buna baxın. Kanyon kimi. Çox maraqlı görsənir. Belə qəribə kəsiblər üstünü. Misir ehramlarına oxşuyur. Yunanski Misir ehramları. Nəysə. İçməyə bir şeylər alıb Head gedirik. west, then sharp left. Şeytan limanına çatmışıq ucu demək olar. Make a U-turn, then sharp left. Continue for 1 kilometer. Baxın, burada keçi var. Baxın, biz gəlib çatmışıq, amma bura düşməyə yol yoxdur, belə deyim. Çox təhlükəlidir, qayalıqlar falan. Dediyim kimi, eynən Kelebəklər vadisinə oxşuyur. Suyun rəngi inanılmaz gözəldir və bütün hər yer baxın belə qayalıqdır. Və insanlar bu yolla belə düşürlər özləri, amma girişdə də tabela qoyulub ki, çox təhlükəlidir, qayalar düşə bilər. Mən düşünürəm ki, bura getməyin ən yaxşı variantı boat tur götürməkdir. Çünki birincisi mənim indiki ayaqqabılarımla bura düşmək risklidir. Yəni xeyli də yol var. Ona görə yəqin ki, düşməyəcək, başqa plaja gedəcək. Few moments later. Mən bayaq nə dedim? Çox təhlükəlidir. Yəqin ki, bura boat turla gələrik. Biz düşdük. Amma inanılmaz təhlükəli idi həqiqətən. Yaxşı ki, bəzi yerlərə belə çox möhkəm zəncirlər qoymuşlar və ayaqqabımı görsəz, yəni şok olarsınız da. Bu ayaqqabım da püskünə qaldı. Açığı. Baxın, mən bu ayaqqabılarla düşmüşəm. İnanılmaz. Amma mənzərə çox qəşəngdir. Bu tipli 2 yerdə olmuşam. Biri Positano'da belə körpü var idi. Adı yadıma düşsə buraya yazaram. Onun altı, düz ora yol belə təhlükəli deyildi. Bir də Trapoya. O da təhlükəli idi. Plaj idi. Sadəcə mağaranın içindən keçirdən belə gedirdim. Amma bura inanılmaz. Bildiyiniz belə qayalıqlarla düşmüşük yəni. Baxın bu yollarla hamısı. Biraz sərinləyək. Yəqin ki, burada çox qalmayacaq. Çünki zontik falan yoxdur və ilk gündür yanmamaq üçün. Biraz suya girək, sərinləyək. Maksimum 1 saat yəqin qalarıq, sonra gedərik. Tarih də pivəni üstümə dağıtdı. Nəysə, yaxşı ki, özümüzə içməyə nəsə aldıq. Yəni burada yoxsa bir tər olar. Gedim suya. Çox qəşəngdir bura. Çox təhlükəli idi gəlmək, amma dəydi bu mənzərəyə. Biz yuxarı çıxdıq, qayıtdıq. Çıxmaq, düşmək qədər çətin deyildi. Amma fikirləşdik ki, başqa plaja gedək. Çünki həm zontik yoxdur, həm arılar var idi, uzanmaq rahat deyildi. Həm də ki, fikirləşdik ki, sonra yanarıq, ora çıxmaq falan çətin olar. Ona görə indi çox güman ki, gedəcək supermarket tapacaq. Sonra da gedəcək başqa bir plaja görə yansın gedirik. Oy da, necə istidir. Maşınımız yanır. Mənzərəyə baxın, buradan da belə çox gözəl mənzərə var. Bura parkovkadır. One eternity later. Salam dostlar. Cırcıramaların səsim kəm versə danışacağım. Axırıncı dəfə yadınızdadırsa, Şeytan limanından gedirdik başqa plaja. Öyle burada qəşəng it var. Kimin itidir belə? Munya baxın, munya görsənirmi? Kamera ekranı o qədər balacadır ki. Deyəsən xala itidir. Balkonda oturmuşdum, saçlarım qurusun. Saçlarım biraz burulan kimi oldu. İstəyirəm belə qurudum, görüm burulur yoxsa yox. Söhbət qaldı qıraqda. Şeytan limanından sonra gedirdik başqa plaja. Amma nə oldu bilin. Biz plaja gedəndə kameram yadımdan çıxdı, qalıb maşında. Ona görə heç nə çəkə bilmədim. Telefonla çəkdiyim bəzi kadrları bura qoyaram. Alınsa, başqa bir dənə plaja getdik. Çox qəşəng dincəldik. Hava inanılmaz yaxşı idi. Su soyuq idi biraz, nisbətən yenə belə isti deyildi, amma qəşəng idi, belə sərinlirdi qəşəng. Bu arada biraz yanmışam buralarım falan, burada dəhşət gün düşür. Gəldik indi otağa, çimdik, biraz rahatlaşdıq.
Düzü yemək də yemişik, çox yemişik. Ona görə axşam yemək yemək istəmirəm. A few minutes later. Çünki çox yemək istəmirəm açığı. Uzağı mezə falan bəlkə yeyərik belə. Heç nə. Dedim sizə də məlumat verim ki, niyə növbəti plyajdan heç çəkməmişəm. Belə.